Hər kəsə salam, necəsiz? İnşallah ki, yaxşısınız. Bugün belə qarlı bir gündən salamlayıram sizi. Kaş ki bu qar elə çox yağardı və yerə oturardı. Amma səhər elə bu qədər yağırdı və sonra dayandı. Yerə oturan qardakı əridi. Siz bilmirəm, amma mən çox sevirəm qarı. Yəni qışdırsa qar yağmalıdır, yoxsa qışın bir ləzzəti yoxdur məncə. Bugün uzun zamandır ertələdiyim bu güzgülü şkafımı yığışdırmaq qərarına gəldim. Həm burada yanında polkalar var, tam yuxarıya kimi. Onları toz basmışdı, çoxdandır. Heç cürə nə bilim, yəni həvəsim yox idi oranı yığışdırmağa. Bugün dedim ki, yığışdıraq. Bugün mənə bir enerji gəldi buranı yığışdırmaq üçün. Birinci gördüyünüzü Temu'dan almışdım. Nə deyirlər ona? Takı qabı. Bizim dildə nə deyirlər bilmirəm. Nəsə qızlar. Birinci onun içini sartrovka elədim, qoydum bir kənara. Sonra başladım bu qıraqdakı polkaları yığışdırmağa. Bunların üzəri şüşədir. Arxası da güzgüdür. Ona görə oranı tez toz basır. Yəni ora çoxlu toz oturur da. Yəni vəbşə bu bilmirəm Bakıda niyə belədir. Yəni hər gün təmizlədiyin, hər gün sildiyin evə səhərsi gün görürsən ki, yenə də toz oturub da. Başa düşə bilmirəm mən bunu. Bilmirəm sizdə də elədir qızlar, yoxsa yəni rayonlarda belə problem var, toz problemi, yoxsa sadəcə Bakıda mı belədir? Düzü mən yəni o vaxtlar rayonda yaşayan vaxtları elə bilirəm ki, belə deyildi. Nəsə qızlar, boşaltdım buradakı bütün əşyaları, kremlər falan. Hamısının üzərini toz basmışdı. Yağlar var idi. Yağların altından yağ tökülmüşdü. Hətta oraları hamısını boşaltdım, sildim hamısını. Bütün polkaları təmizlədim. Bu Sleepy'nin bu təmizlik salfetkaları çox əladır. Yəni mən çox sevirəm. Hətta bununla güzgüləri siləndə belə ləkə buraxmır. Ona görə də çox sevirəm. Yəni bu evdə olanda həqiqətən əlimdən tutur. Yəni hər şeyə bunu istifadə eləyirəm. Məndəki səhv etmirəmsə çamaşır suyulu olanıdır. Bir dəfə Fairingini almışdım, ağ sabunlusunu. Heç yaxşı deyildi də. Yəni özü yaxşı olsa da qoxusu çox pis idi. Yəni bütün evi onun qoxusu basmışdı da. Hətta ağzı qapalı şəkildə olsa belə bütün evi o sabun qoxusu basmışdı. Ona görə onu heç bəyənmədim Fairinin ki, heç yaxşı deyil. Amma bunu sizə məsləhət görürəm. Tez-tez endirmə düşür Araz marketlərdə. Mən səhv etmirəmsə 4 manat neçəsə qəpiyə almışdım. İçində də çoxludur. Yəni bir ay siz bunu polla istifadə edə bilərsiniz. Necə ki, mən paçkanın yarısını demək olar ki, burada istifadə elədim. Düşünürəm ki, əgər mən bunu toz dəsmalı ilə falan etsəydim, dəqiqə başı aparıb onu yuyub gətirməli idim tez-tez. Amma bu yaxşı ki var ki, tez bitirdim. Mən buranı tez yığışdırdım bunun sayəsində. Ona görə sizə də tövsiyə bilirəm. Təbii ki, bu bir reklam deyil. Çünki yəni hələ ki reklam götürəcək səviyyədə videolar çəkmirəm. Yəni o qədər izləyicim, videolarıma o qədər izlənmə gəlmir. Ona görə reklam falan deyil, yəni öz məsləhətimdir ki, siz də mənim kimi tənbəl bir insansınızsa, sizin də əlinizdən tutacaq bu. Belə qızlar, bütün buradakı əşyaların, buna da əşya demək olmaz, nə deyim mən, məhsulların hamısının tozunu aldım, təmizlədim, altını üstünü sildim. Lazımlı, lazımsız, köhnəlmişləri atdım, bitmişləri atdım, qalanları yığdım yerinə. Burada artıq yuxarıdakıları göstərmirəm, çünki kameraya sığışmır da, yəni o kadr. Hələ bilmirəm, yəni çəkilişdə biraz çətinlik çəkirəm. Yəni bilmirəm bu telefonu hara qoyum ki, rahat şəkildə həm yəni gördüyüm işi çəkə bilim, həm də ki aydın görsənsin. Ona görə hələ ki belə idarə edirik.
İnşallah biraz daha profesional şəkildə çəkiliş edəcəyim günlər gələr. Nəysə, bura birinci polkaya belə Rexonaları falan yığıram. Çünki ən çox istifadə olunan onlardır. Hər gün istifadə olunur. Bir də ki, öz ətirlərimi yığdım ora. Yəni ölçüsünə görə yığıram burada qızlar. Polkaların bəziləri qısadır, bəziləri uzun. Ona görə mən də uzun məhsulları uzun polkaya yığmışam. Qısa məhsulları da qısa polkalara yığmışam. Ki bu şəkildə istifadə edim. Yəni belə balaca otaqlarda, balaca evlərdə belə bir polkaların olması həqiqətən yaxşı bir şeydir. Yəni düşünürəm ki, bu polka olmasaydı bütün bu məhsulları mən hara yığa bilərdim? Yəni heç yerə. Yaxşı ki, bunu etdirmişik. Bu videoda da necə kök görsənirəmsə, nə bilim, təəccüb içindəyim əslində. Güzgüdən görürsünüz ki, kök deyiləm, amma bilmirəm. Yaxından çəkəndəmi, yoxsa boş geyinəndə insan daha da kilolu görsənir. Yəni bu videolarda onun fərqinə vardım. Həqiqətən boş geyinəndə insan daha da kilolu görsənir. Yəni halbuki də kilolu deyiləm. Yəni olsam belə danmaram, sadəcə deyiləm yəni. Nəysə qızlar, düzdür. Yəni yenə də narazıyam kilomla. Arıqlamağa çalışıram əslində. Yəni mən əslində bu aralar kilo almışam. Heç vaxt belə bu kilolarda olmamışam da. Hardasa 58-59 kiloyam hal-hazırda, amma həmişə 52 kilo olmuşam. Yəni qayıtmaq istəyirəm o kiloya, amma nədənsə bilmirəm, nə edirəmsə, nə dietada saxlasam, nə bilim, xeyri yoxdur. Hərəkət eləsəm xeyri yoxdur. Yəqin ki, məndə nəsə hormonal pozğunluqlar var. Ona görə də yəni nə etsəm də, nə etsəm də çəkimdə heç bir dəyişiklik baş vermir. Özümə də təəccüblüdür həqiqətən. İndi bilmirəm nədəndirsə. İnşallah ki, gələcəkdə məşğul olacağım, yəni bunun üzərinə düşəcəm. Belə qızlar, keçdim artıq burada makiyaj siyirməsini təmizləməyə. Burada uşaqlar hərdən qatıb qarışdırırlar. Məndə qız uşaqlarda, bilirsiniz, qız uşaqlarda makiyaja falan meyillidirlər. Ona görə bəzilərinin ağzı açıq falan qoyurlar ora və ora həmin məhsulun rəngi falan çıxıb. Ona görə onlar artıq silsəm də getmir yəni. Sildim, təmizlədim artıq getdiyi qədər və səliqələşdirdim. Yəni minimalist bir şkafdır bu. Elə evimiz də minimalistdir əslində. Ona görə də əşyaları bu otağa uyğun olaraq yığdırmışıq minimalist şəkildə. Amma yenə də mən bura sığdıra bilirəm yəni. Çünki mən çox həqiqətən makiyaj malzəməsi də alan deyiləm yəni. Düşünürəm ki, bir dənə əgər yaxşısı varsa məndə, o bitənə kimi onu istifadə edirəm. Yəni lazımsız istifadə etmədiyim heç nəyə almıram da. Yəni sevmirəm belə bir şeyi. Yəni mən bir şey almışamsa onu istifadə etməliyəm. Edəcəmsə alıram. Yoxsa almıram həqiqətən. Burada da sortirovka elədim. Köhnələr, istifadə edilməyənlər falan. Onları da atdım getdi. Belə yığışdırıram. Buradan da keçirik. Bir də qızlar, bu ətri bilmirəm gördünüz, görmədiniz. Çox gözəl qoxusu var. Kesin ətridir. Bitmişdi. İndi yenisini sifariş etmişəm. Qızlar, gəlsin. Sizə göstərərəm. Çox gözəl qoxusu var. Yəni mənim kimi yüngül, təravətli belə ətirlər sevirsinizsə, mən ağır ətir heç sevmirəm. Yəni yüngül, təravətli, fresh, belə qoxlayanda elə bir insanın beyninə hava gedir də. Elə ətirləri sevirəm. Sevirsəm, məncə bu ətri sevərsiniz. Yəni istəsəz göstərərəm. Elə bahalı bir ətir də deyil. Münasibdir də, yəni ala bilərsiniz. Burada da uşaqların rezinlərini ayırıram. Məktəb rezinləri. O qədər çoxdur ki, məktəb bantikləri falan.
çoxsunu Temudan almışdım bu il başlayanda. Bizim məktəbdə forma əslində başqa rəngdə idi. Bozla mavi rəngi idi. Amma bu il dəyişdilər. Ağla tünd göy elədilər. Ona görə təzədən yenidən o rəng tonlarında çoxlu bandiklər falan aldım Temudan. Yəni sevirəm ki, uşağın paltarına uyğun bandik taxsın. Xoş duram. Yəni belə şeylərə diqqət edirəm. Yəni burada çoxdur, bilirəm. Amma yəni belə də fasilə ilə gündə birini istifadə edirik. Bunları belə ayırdım, yığdım bir kənara. Aslında orada böyük bandiklər falan da var. Harasa nə bilim don falan geyinəndə yığıram uşaqların saçını onlarla. Sonra gündəlik rezinlər var. Broşkalar var. Nivdimkalar, broşkalar. Bir də ki belə fərqli üzəri bəzəkli, düzəkli rezinlər. Ona görə hamısını ayırıram başqa bir qaba və o şəkildə yerləşdirirəm. İnşallah ki, elə səliqəli şəkildə də qalar. Amma heç vaxt elə qalmır. Əgər mən nəzarət eləməsəm, uşaqlar dağıdır yəni buraları. Hərdən qızım yığışdırır. Amma yəni o mənim kimi yığışdıra bilməz də. Mən hələ uşaqdır. Yəni mən özüm yığışdıramsa fikir verirəm ora hər dəfə götürdüyüm şeyi yerinə qoyanam da. Mən uşaqlıqdan belə böyüdülmüşəm. Yəni nə götürsəm həmin şeyi qaytarıb yerinə qoymalıyam. Amma uşaqlarım mənə oxşamayıblar heç biri. İkisi də mənə oxşamayıb. Yəni ikisi də çox dağınıq, çox tənbəl. Yəni nə bilim, bilmirəm kimə oxşayıblar. Belə qızlar, siz necəsiz? Həyat necə gedir? Demək, dolunay oldu da dünən. Əslində bu dolunay bir çox bürclərə təsir edirdi. Bir çox bürclər artıq gün üzü görməyə başlayacaq. O bürclərdən biri də mənəm. İnşallah ki, olar həqiqətən. Bu neçə ildə çəkdiyimiz əziyyətlər artıq bitər və biz də gün üzünə çıxarıq deyə ümid edirəm. İnşallah. Məni qızlar, hansı bölgələrdən izləyirsiniz bu videonu? Rəylərdə yazarsınız. Mənə də maraqlıdır ki, görüm kim məni hardan izləyir. Əslində videonu çox tezləşdirmişəm, amma yenə də biraz uzundur. Yəni amma alqoritma üçün YouTube-da istəyirəm ki, 4000 saat izlənməni doldurum. Ona görə belə videolar ona görə uzun olur. Yəni kusura baxmayın. Sıxıcıdırsa əgər baxmaya bilərsiniz və yaxud da 2 sürətlə baxa bilərsiniz. Amma belə baxsaz çox sevinərəm. Çünki yəni axıra kimi normal surətdə baxsaz izlənmə saatım artmış olur. Bu YouTube-da da belə bir alqoritma var ki, 4000 saat izlənməni keçməsən sən bir il ərzində YouTube-dan heç nə qazana bilmirsən. Yəni əgər o 4000 saat izlənməni keçsən, ondan sonra başlayırsan pul qazanmağa. Amma ki, həm də ki 1000-dən yuxarı takipçin olmalıdır. Əgər yəni sizin də marağınız varsa ki, YouTube-a nəsə çəkib paylaşasınız pul qazanmaq üçün. Yəni mənim 10.000 takipçim var, 10.000-dən yuxarıdır. Amma hələ ki heç nə qazanmıram. Yəni YouTube-dan sadəcə izlənməni doldurmaq istəyirəm ki, bəlkə qazana bilim. Yəni bu da sizə bağlıdır. Təbii ki, bu videoların izlənməsinə, baxış sayına bağlıdır. İnşallah ki, bir gün bu 4000 saat izlənməni doldurarıq. Demək qızlar, bu qutuda da yəni gec istifadə olunan bandikləri falan yığıram. Hansı ki, nə bilim, ad gününə, toya falan ya yeni ildə istifadə olunan avadokları. Onları yığıram, qoyuram başqa bir yerə. Belə qızlar, düzgün də silirəm. Şkafın üzərini də silirəm və işimi bitirirəm. Bu qədər. Hələlik özünüzə yaxşı baxın. Bu videonu bəyənməyi,
rəy bildirməyi unutmayın. Hələlik özünüzdən müğayət olun. Bu qədər.